İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Mən düşünürəm ki, biz bu həftə çox maraqlı bir mövzu ilə başlayacağıq müzakirəmizə. Çünki biznesdə, satışda təsir etmə psixologiyası haqqında danışırıq. Belə mövzular mənə həmişə maraqlı gəlir və əminəm ki, bugün də çox maraqlı müzakirəmiz olacaq. Həmsöhbətim isə Yığım Ödəniş Xidmətləri şirkətinin direktoru Vüqar Cəfərovdur. Vüqar bəy, xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun Nərmin xanım. Hər şey yaxşıdır. Mən bu ideya hardan gəldi ki, bu mövzunu sizinlə müzakirə edim? Bu yaxınlarda, desin daha sonra çoxdan olub, sadəcə mən bu yaxınlarda gördüm. Bir forumda bu elə mövzu ilə bağlı çıxışınız olmuşdu. Niyə belə qərara gəldiniz ki, bu mövzuda danışmaq lazımdır? Əsas səbəb nədən irəli gəlir? Mən özüm sahibkar olaraq, mütəmadi olaraq intervyular keçidirəm və intervyu zamanı görürəm ki, bir çox peşələrin təcrübəli kadrları belə yetərincə nəzəriyyə keçmirlər, yetərincə kitablar oxumurlar və daha çox təcrübə və digər belə deyim də kiminlə kolleqalardan rastlaşıblar, onların təcrübəsinə əsaslanırlar. Pisdir ki bu. Bu əlbəttə ki pis deməzdim, amma nəzəriyyə çox vacibdir. Çünki praktik biliklər elədir ki, ayrıcılıqda yaxşıdır. Təklikdə nəzəriyyə də yaxşıdır, amma bir yerdə olanda o daha güclüdür və biz beynimizdə bütün təcrübəmizi, fikirlərimizi yerbəyər edə bilirik. Elə bil ki, bir var ki, otaq harda ki, hər şey səpələnib yerə. Bir də var ki, siz onu qruplaşdırırsınız, düzgün istədiyiniz rahat formada yerləşdirirsiniz otaqda, həmişə səliqəli olur. Həm də adam sanki öz sahəsinin həm bu nəzəri tərəfini, həm də praktiki tərəflərini biləndə özünü daha belə əmin hiss edir, özünə daha çox güvənir. Bir tərəfdən olanda elə bir nəsə çatışmır, tam özünə güvənə bilmirsən. Bilmirəm, sadəcə məndə mi belədir, yoxsa hər kəsdə belədir? Yox, doğrudan elədir. Hətta misal gətirim də intervyulardan. İnsan gəlir, güclü təcrübəsi var. Nəsə sual verirsən və görürsən ki, öz təcrübəsindən irəli gələrək, öz sözlərindən istifadə eləyərək çalışır ki, onu ifadə etsin və tam ideal ifadə edə bilmir, amma görürsən ki, təcrübəsi var. Və ya əksinə gəlir, nəsə sual verirsən, görürsən ki, əzbər düzgün ətraflı izah edir, amma deyəndə ki, necə tətbiq etməyə təcrübədə necə olub, görürsən ki, tam anlamır. Ona görə hər ikisinin olması mən hesab edirəm ki, vacibdir. Amma mənə elə gəlir ki, məhz bizneslə bağlı, satışla bağlı nəzəriyyədən söhbət gedirsə, burada bəlkə təcrübə daha çox vacibdir. Çünki onsuz da o nəzəriyyənin, kitab ədəbiyyatların çoxu bizim yerli müəlliflər tərəfindən yazılmır, xarici müəlliflər. Düzdür, bizdə yerli var, amma daha əksəriyyəti, yəni xarici müəlliflərdir və onlar da hər biri yəqin ki, öz bazarına, öz cəmiyyətinə uyğun yazıb da. Bizdə nə qədər effektiv olacaq o? Mənə elə gəlir ki, heç bir fərqi yoxdur hansı ölkədə yerləşirsən. İndi qlobalizasiyadır, yəni hamımız eyni tipli reklamlara baxırıq, eyni tipli marketinq kampaniyaları keçiririk, eyni tipli satışlar həyata keçiririk. Ona görə hesab edirəm ki, bu çox vacibdir. Adi nümunə də deyə bilərəm. Bizdə nəinki satış sahəsində, istənilən xidmət sahəsində də eyni şeydir. Elə misal gətirə bilərəm, vaxtıyla qapı quraşdırırdım. Görürəm ki, bizdə qapıları adətən otaq qapıların penadan istifadə edirlər bərkitmək üçün. Mən də görürəm ki, orada boltlar yeri var qapıda. Yəni fabrik qapı idi. Deyirəm, bəs burada bolt yeri var da, siz bunu anker boltla birləşdirməlisən. Bunlar mənə dirənib ki, yox, siz nə danışırsınız? Biz ömür boyu belə işləyirik, falan da belədir. Axırı məcbur elədilər. Götürdüm zavodlarına zəng vurdum xaricə. Yəni oradakılar təsdiq elədi ki, mən düzün deyirəm. Deyirlər ki, bəs bizə bolt verməmisiniz. Bunlar da deyir ki, boltdur da, əridə satılır da, onu nəyin sizə verim? Yəni nəyi misal gətirirəm ki, bizdə çox vaxtı deyir ki, mənə belə öyrədiblər və adam dirənir ki, yox, bax, düzgün formatı budur. Amma yəni professional insanlar tərəfindən yazılmış təsvir var, instruksiyalar var, kitablar var və onları oxuyandan sonra bilirsən ki, o adam daha yaxşı izah edib, daha yaxşı, yəni senzuradan keçib və daha düzgün formatdadır. Ona görə bu bizim bütün sahələrdə olan bir problem kimi mən görürəm əslində. Amma yenə də tam olduğu kimi məncə onları tətbiq etməyə alınmayacaq. Necəsə bir adaptasiya etmək lazımdır öz cəmiyyətinə, öz ölkənə görə. Mən belə düşünürəm. Başqa fikriniz varsa reklamlardan sonra müzakirə edək.
Növbəti həmsöhbətimiz isə sahibkar Vüqar Cəfərovdur. Biz Vüqar bəylə orada qaldıq ki, bu nəzəriyyəni oxuyanda biznesin idarə etməsi ilə bağlı, təsirlə bağlı, xarici ədəbiyyatdan bəhrələnəndə necə öz ölkəmizə bunu adaptasiya etməliyik əslində? Əslində tətbiq edirik, amma çox vaxtı bu intuitiv şəkildə baş verir. İnsanlar özü bilmədən həmən trüklardan başlayır istifadə etməyə. Sadəcə bilmirlər ki, bu trükün adı nədir, bunu necə istifadə edirlər. Hələ biraz qabağa qaçdım əslində. Gəlin istəyirsiniz mən qısa olaraq əsas prinsiplərdən danışım. Deməli, həmən forum hansı ki siz görmüşdünüz. Orada Cialdini'nin Təsir psixologiyası kitabı haqqında danışırdım və oradan sırf satış əməkdaşlarına aid olan prinsiplara daha çox fokuslanmışdım. İndi auditoriyamız daha genişdir. İndi iki tərəfli baxa bilərik. Həm bizə necə təsir edir, həm də ki bu alətlərdən, bu prinsiplərdən necə istifadə edirlər ki, bizə təsir eləsinlər. Və bunu bilmək nəyə görə hesab edirəm ki, çox vacibdir. Çünki əgər bilirsənsə bu prinsip necə çalışır, artıq sənin üzərində bu prinsip işləyəndə görürsən ki, mənə qarşı bu prinsipi istifadə edirlər. Yəni daha qorunmuş olursunuz. Eyni şəkildə də istifadə edən adam artıq biləndə ki, bu prinsip necə işləyir, daha düzgün onu istifadə edir. Çünki bunu həm müştərini aldatmaq üçün, insanı aldatmaq üçün istifadə etmək olar və ya əksinə düzgün effekti, yəni düzgün fikri çatdırmaq üçün. Yəni hər iki variantı mümkündür. Etiraz etmirsinizsə mən artıq sizə belə əsas kitabda olan 6 prinsipi nümunə olaraq gətirim. Birinci prinsip qarşılıqlıq prinsipidir. Belə bizdə deyirlər əvəz-əvəz dünyasıdır da. Yəni insanlar artıq milyonlarla illər ərzində öyrəşib ki, kimsə sənə qarşı nəsə yaxşılıq edibsə, sən də ona qarşı nəsə yaxşılıq eləməlisən və insanlar bunu yadda saxlayır. Məsəl üçün sizə kimsə nəsə etdi, siz həmişə yadda saxlayırsınız, çalışırsınız ki, imkan olan kimi siz də ən azı o qədər yaxşılıq edəsiniz, ya da sizə kimsə nəsə hədiyyə eləyib, yadınızda saxlayırsınız, çalışırsınız ki, sonra siz də o adama nəsə hədiyyə eləsiniz. Bu söhbət yaxşı adamlardan gedir, yoxsa hər kəs belədir? Yox, əslində hər kəsdə bu var, çünki ümumiyyətlə ölkələrin hər yerində bu var və gözəl misallar var. Misal üçün siyasətdə belə var. Vaxtilə İtaliya Efiopiya hücum etmişdi və Meksika siyasi arenada onları çox belə çalışdı ki, onların müdafiəsi üçün çıxışlar elədi və s. Efiopiya xalqı onu yadda saxladı və ömrü boyu onları yadda saxlar ki, Meksika çox yaxşı ölkədir, bizim dostlarımızdır. 50 il üstündən keçdi, Meksikada zəlzələ oldu, bütün Efiopiya xalqı toplaşdı, başladılar iyanə, pul yığmağa, özləri acından ölə-ölə iqtisadiyyatları bərbad günündə $5000 pul topladılar, Meksikaya göndərdilər. Yəni $5000 böyük pul deyil, amma özlərinə borc bildilər, yəni siyasətdə də işləyir. Və əlbəttə ki, bu biznesdə də işləyir. Adi nümunələr deyim, oturmusunuz restoranda, birdən-birə ofisiant gətirdi, sizə meyvə gətirdi ki, bu bizim restorandan sizə kompliment. Ya da ki, hesabı gətirəndə yanında saqqız da gətirdi, nəsə kömək elədi sizə və s. Və siz istər-istəməz görürsünüz ki, sizə qarşı nəsə addımlar atılır, siz də əvəzində çoxlu çay pulu qoyursunuz. Çünki borclu qalmaq istəmirsiniz də ki, yaxşı sizə xidmət elədilər. Digər nümunələr var, elə restorana daxil olarkən, əgər ailə ilə gəliblərsə, uşaqlar varsa, onlara şar verirlər girişdə. Onların həm əhval-ruhiyyəsi dəyişir, daha pozitiv olurlar, daha çox sifariş verirlər, axırda daha çox çay pulu saxlayırlar. Ya da ki, atelçilikdən də nümunə var, gözəl kitabda, deməli, real hadisədir. Tenis oynamaq istəyib uşaqlar, raketka vəsil eləməyib uşaqlar üçün. Dərhal ofisiant çıxardıb cibindən pul əməkdaşına verib ki, tez otur taksiyə get, raketka al gətir. Yəni müştərilər də bunu görür, getdi, gətirdi, oynadılar, gəldilər 50 dəfə çox sağ ol dedilər ki, əziyyət çəkdiniz falan. Və daimi həmən otelin müştərisi oldular, yaxşı rəylər yazdılar, booking saytlarında dostlarına tövsiyə elədilər. Yəni bunlar hamısı qalır da yaddaşda. Ona görə bu qarşılıqlıq prinsipi çox gözəldir. Biznesdə də o istifadə olunur. Misal üçün, əgər sizə hansısa şirkətin dəstəyi lazımdırsa, həmin şirkət gəlir, hələ bilmir ki, siz onun müştərisi olacaqsınız, olmayacaqsınız, başlayır sizə tövsiyələr verməyə, analiz eləməyə, özünü göstərmək istəyir, bəzən nəsə demolar verilir pulsuz ya da sayta harasa girirsiniz, görürsünüz ki, yazırlar ki, gir birinci ay pulsuzdur, yoxla. Və bu prinsiplər hamısı ona gətirir ki, sən əgər kimisə vaxtın aldınsa, o sənə nəsə dəstək verdisə, hiss eləyirsən ki, birdən-birə deyə bilmirsən ki, yox, çox sağ ol, mən
səninlə çalışmaq istəmirəm. Artıq sən də görürsən ki, sənə nəsə dəstək olub, sən də əvəzində nəsə ona dəstək olmaq istəyirsən. Bu birinci prinsipdir. Növbəti prinsip ardıcıllıq prinsipidir. İnsanlarda reputasiya, ümumiyyətlə bütün dünyada insanın reputasiyası çox vacib bir şeydir. Əlbəttə adamlar var ki, onlar reputasiya haqqında düşünmür, amma əksər insanlar bu haqqda düşünür. Əgər siz nəyəsə vəd vermisiniz, söz vermisinizsə, çalışırsınız ki, sözünüzün üzərində durasınız ki, cəmiyyətdə sizin imic aşağı düşməsin. Deyəcəklər ki, Nərmin xanım nəsə dedi, eləmədi. Ona görə təsadüfən dedinizsə belə, sonra deyəcəksiniz ki, dilimdən kim dartırdı, amma çalışacaqsınız ki, onu əməl edəsən. Ona görə də bu ardıcıllıq prinsipi də çox vacibdir. Bundan da biznesdə istifadə edirlər. Fərz eləyək ki, sizdən nəsə imza gəlib toplayırlar ki, ekologiyaya gəlin dəstək olar. Nə pul tələb olunur sizdən, nə də heç nə. Siz də imzalayırsınız ki, mən də ekologiya dəstəyəm. Yəni filan yerdən ağaclar kəsilməsin, ya nəsə. Yəni gələn dəfə o insanlar sizə gəlib artıq iyanə, ya nəsə istəyəndə sizin qapılarınız artıq açıq olur. Çünki keçən dəfə onlarla ünsiyyətdə olmusunuz və bu alətlərdən istifadə edirlər. Biznesdə də eyni məsələdir. Gəlib deyirlər, gəlin müvəqqəti sizə bir müqavilə bağlayaq. Xidmətimizi göstərək, heç bir pula ehtiyac yoxdur. Siz artıq ünsiyyətdə olursunuz, başlayırsınız o prinsipə, sonra artıq ardıcıllıq deyirsiniz ki, artıq çalışırıq da, davam eləyək, pullu bu məsələni eləyirsiniz. Və bunu siyasətdə də, hərbidə də istifadə ediblər. Vaxtilə Amerikanın Vyetnam səhvləmirəmsə müharibəsi zamanı Amerikanları imkan verirdilər ki, məktub göndərsinlər evə və senzuradan keçirdirlər məktubu və Amerikanlar onu bilirdi. Bilirdilər ki, əgər məktubda nəsə düzgün formatda yazılmasa, o məktub gedib çatmayacaq. Ona görə məcbur olub deyirlər ki, məktub çatsın deyə yazırdılar ki, hər şey yaxşıdır, kommunizm o qədər pis deyil, bir-birinə dəstək olurlar falan. Və yavaş-yavaş onu yazdıqca onlar bir vəddir də özü yazılı yazıb deyə yavaş-yavaş ona inanmağa başlayır və artıq Amerikaya qayıdanda görürlər ki, onlar artıq kommunizmdir, sosializmdir, ona başqa cür tamam yanaşırlar. Yəni bu kimi təsirlər istər-istəməz alətlər istifadə olunur. Sonra sosial sübut var. Bu da ən çox belə istifadə olunandır. Əgər biz həkimə gediriksə, ya da ki, maşını servisə aparmaq istəyirik, biz daima çalışırıq ki, kimsə bizə rəy versin ki, biz əmin olaq ki, həmən həkimin yanına getmək olar, yoxsa yox. Yəni bizim üçün çox vacibdir ki, kimsə tövsiyə eləsin. Çünki məlumat o qədər çoxdur ki, hər şeyi bilmək olmur və istər-istəməz baxırsan ki, digərləri nə deyir. Hansısa oteli gedirsən, baxırsan ki, rəylərdə nə yazılıb ki, yaxşı oteldir, yoxsa pis oteldir, ya da kimsə tövsiyə eləsin. Hansısa dükana daxil olursunuz, baxırsınız, kitab almaq istəyirsiniz, görürsünüz bestseller yazılıb. Fikirləşirsiniz ki, əgər bestseller yazılıbsa, deməli bunu hamı alır, deməli böyük ehtimalla yaxşı kitabdır. Ya da ki, harasa xaricdəsiniz, ya da ki, yerli hardasa tanımadığınız bir yerdəsiniz, görürsünüz ki, bir neçə restoran var. Restoranın birində adam azdır, digəri ağzınacan doludur. Fikirləşirsiniz ki, yəqin bu yaxşı restorandır. Hamı orada oturub, gəlin mən də orada oturum. Halbuki ola bilər ki, sizdən qabaq gələn insanlar da elə fikirləşib oturub, ola bilər ki, onların da heç xəbəri yoxdur. Başqa bir maraqlı effekt var, yəni xidmət kimi vaxtı ilə hətta göstərilib. Klaka effekti deyirlər ona, operada onu fikirləşiblər. Bir qrup insan başlayıb öz xidmətini satmağa ki, biz operada otururuq. Opera qutaran kimi başlayırıq alqışmağa, alqış etməyə, qışqırmağa ki, biz, əla, bravo falan. Opera qutaran kimi deməli bir 20 nəfər fərqli yerlərdən ayaq üstə əl çalır, özlərini öldürürlər, gül atırlar, gəlirlər, gül gətirirlər. İstər-istəməz bu digər insanların psixologiyasına da təsir edir. Fikirləşirlər ki, əgər bunlar belə reaksiya verirsə, bunlar da durub əl çalır və doğrudan səmimi inanır ki, doğrudan əla idi. Həmən xidmət yavaş-yavaş sonra miqrasiya elədi teatrlara, yaxşı gülən insanları pulla gətirib oturtdurdular. Olur da yanınızda kimsə gözəl gülür, siz də başlayırsınız gülməyə. Yəni bu effekt istər-istəməz təsir edir. Sonra yavaş-yavaş keçdi komediyalara. Görmüsünüz bəzi komediyalarda hansısa zarafatdan sonra arxa planda gülüş olur. Yəni ki, sizə siqnal verirlər ki, gülməli yer burdadır və bu effektlər fərqli belə deyim sahələrdə istifadə olunur. Sonra simpatiya prinsipi, bu da maraqlı prinsipdir. Əgər sizə kimsə belə deyim simpatiya ilə yanaşırsa, deməli həmin insanla biznes qurmaq, ünsiyyət qurmaq ehtimalı artır. Sonra həmin alətdən istifadə eləyirlər ki, təsir kimi, fərz eləyək ki, bahalı bir maşındır. Həmişə görmüsünüz avtoşoularda gözəl xanımlar olur maşınların yanında və siz beyninizdə avtomatik olaraq gözəl maşın fikirləşəndə gözəl xanım gəlir, gözəl xanım ağlınıza gələndə gözəl maşın gəlir.
Sonra komplimentlərin təsiri, komplimentlər daimi həmişə istifadə olunub, həm silah kimi, həm doğrudan ünsiyyəti daha isti etmək üçün və hətta müəyyən araşdırmalar da var ki, əgər insan bilirsə ki, ona tam səmimi kompliment demirlər, ona baxmayaraq yenə pozitiv enerji alır. Yəni komplimentin gücüdür. Bəs silah kimi necə istifadə ediblər? Silah kimi belə deyim də, əgər sizdən nəsə istəyirlərsə, yəni bu hətta hipnozda sığanlar da olur, gəlirlər deyirlər ki, gözəl qız gəl sənin bəxtəvə baxım, yəni gözəl qız sözündən başlayır. Yəni istənilən formada sizin belə deyim müdafiənizi, beynin müdafiəsini azaltmaq üçün bundan istifadə edirlər və silah həmişə silah deyil, əslində yaxşı bir şeydir. Əgər insanla kommunikasiyaya girmək, nəsə bir biznes yaratmaq istəyirsən, yəni bu müsbət enerji olanda daha gözəl, daha effektiv, daha asan olur. Razıyam. Bu 5-ci idi də dediniz. Yoxsa 6-cı idi, artıq bitdi bütün. Yox, bitmədi. Biz deməli qarşılığı dedik, ardıcılığı dedik, sosial sübutu dedik, simpatiya dedik, 4 dənə dedik, ikisi qalıb. O ikisindən keçməmişdən əvvəl soruşmaq istəyirəm ki, simpatiyan olan insanla çalışmaq, iş görmək, nəsə satmaq, bu yəqin ki, çox rahatdır da. Bu idealıdır ki, insanlar artıq bir enerji səviyyəsində bir-birlərini bəyənirlər və ya intellektual bəyənirlər bir-birlərini və rahat işləyəcəklər. İndi bunun əksi baş verəndə, məsələn, çünki bizim hər kəs ancaq o şansımız yoxdur da, ancaq simpatiyamız olan insanlarla işləyək və ya sataq nəsə. Çətin insanlara, bəyənmədiyimiz, xoşumuza gəlməyən insanlara necə təsir edək və sataq? Belə hallar çox olur ki, hansısa insan sizin xoşunuza gəlmir, hətta əməkdaşlıq eləyirsiniz və arada olur ki, deyirsiniz ki, cəhənnəm olsun, bu pul heç adamı görmək istəmirəm, negativ enerjisi var. Yəni belə hallar olur və bəzən olur ki, istər-istəməz işin xətrinə gərək çalışasan və bu negativ enerji istər-istəməz adamda qalır. Ona görə iş mühitidir, partnyorlardır, yəni pozitiv enerjinin olması çox vacibdir. Çünki negativ enerji daimi adamı yorur. Məsələn, əgər sizin iş mühiti sizin xoşunuza gəlmirsə, yanınızda olanlar, insanlar sizə pis təsir edirsə, işə getmək istəmirsiniz. Eyni şeydə partnyorla görüşə. Əgər müsbət gəlirsinizsə, yəni bizim belə bir fikrimiz var da. Adətən biznesdə bir çox adam bunu qəbul edir ki, bu gün ola bilər ki, əməkdaş bir şirkətdə işləyir, səhərsi gün digər yerdə işləyir. Əsas olan insanla olan ünsiyyətdir. Yəni ona görə insanla olan ünsiyyət daha prioritetli olur. Yəni ona görə insanları aldatmaq lazım deyil, düzgün kommunikasiya qurmaq lazımdır, dostluq eləmək lazımdır ki, sabah iş yeri dəyişsə belə insanlıq, dostluq qalsın öz yerində. Onda indi ümumiləşdirmə etsək, xoşumuza gəlməyən insanlara nəsə satmaq istəyəndə sadəcə özümüzü elə aparırıq ki, güya ondan xoşumuz gəlir. Buna inanmaq lazımdır, çalışmaq lazımdır ki. Necə? Belə deyim də insanlar var ki, ola bilər ki, neqativdir vizual, amma ola bilər ki, çox gözəl insandır. Özümdə belə bir hal olub. Yəni bir şirkət partnyorumuz olub. Heç vaxt o adamı görüşə çıxarda bilmirdi ki, danışaq. Hamı onun haqqında pis danışırdı falan. Sonra təsadüfən elə hansısa kurortda rastlaşdıq. İnandırım sizə ki, 5 saat, 6 saat danışdıq. Özü ad günüm idi. Yadımdan çıxıb ki, ad günümdür. Mənə gözləyirlər. Oturub söhbət eləyirik. Hətta o qədər xoşunuza gəlir. Və mən gördüm ki, doğrudan bu nə qədər gözəl. Sadəcə introvert adam hamı ilə kommunikasiyaya girmir, amma daxili düşüncələrin, daxilin açandan sonra görürsən ki, yox, çox gözəl insandır. Yəni mən niyyətlə o adamla oturub istənilən vaxtda söhbət etməyə hazıram. Elə insanlara nəsə sahibkar olmaq, idarəçiliklə məşğul olmaq yəqin 2 qat çətindir. Çünki hər kəslə dil tapa bilmir. Bəli, o da biznesdən asılıdır. Elə biznes var ki, tələb edir ki, kommunikasiyada olasan. Deməli, o adam əziyyət çəkəcək. Elə bizneslər var ki, səninlə çalışırlar kommunikasiya qurmaq. Elə bil sən operation şirkətsən, hansısa təchizat digər şirkətləri çalışır sənə nəsə satsın. Onda nisbətən asanlıqda o qədər hiss olunmur. Amma əgər sən hansısa xidmət göstərmək istəyirsənsə, sən nəsə satmaq istəyirsənsə, əlbəttə ki, bu problemdir. Keçək növbəti prinsipə. Bəli. Növbəti prinsip avtoritet prinsipidir. Bu da daimi bizə ən çox təsir edən prinsiplərdən biridir. Məktəbdən başlayaraq, bağçadan başlayaraq, xəstəxanalardan başlayaraq, əgər biz biri görürüksə, müəllim bizə nəsə deyir, çox vaxt insanlar bunu fikirləşir ki, müəllim də deyir, deməli düzdür. Ya da ata-ana deyirsə, deməli düzdür. Həkim bizə bu diaqnozu deyir, deməli düzdür. Həkimlə mübahisə eləməyin, həkim daha yaxşı bilir. Və bu avtoritet istər-istəməz informasiyanın düzgün analiz etməsinə maneəçilik göstərir və ya əksinə biznesdə bundan istifadə edirlər. Siz görürsünüz ki, hansısa avtoritetli insan televiziyada, radioda, istənilən yerdə hansısa fikri irəli sürür
və o avtoritet olduğu üçün siz o sözləri qəbul edirsiniz. Bu sizin düşüncə tərzinizə, fikirlərinizə təsir edir. Bunu reklamlarda da istifadə edirlər. Tanınmış bir adam çıxır, nə isə reklam eləyir və eyni zamanda fərqli prinsiplərdən də istifadə edir. Həm deyir ki, sosial sübutdur, bunu hamı alır. Eyni zamanda özü avtoritetdir, eyni zamanda deyir ki, kampaniyadır, defitsit yaradır ki, vaxt az qalıb, gəl bunu al. Bütün bu prinsipləri eyni zamanda təsir edir sizə ki, siz maraqlı olasınız, dərhal zəng vurasınız, o məhsulu alasınız. Ona görə indi hər kəs yəqin ekspert olmağa çalışır ki, ona belə nə desə hamı inansın. Əlbəttə. Elə insanlar var idi ki, tanınmış insanlar, bəlkə siz də ədəbiyyatda hardasa rast gəlmisiniz, memuarlarda. Adam PhD-dir. Hardasa nəsə haqqında danışır, kurortdadır. Bu ilə nəsə müzakirə edirlər. Sonra biləndən sonra ki, bu PhD-dir, sakit dururlar, artıq qorxurlar fikirlərini deməyə ki, gülünc vəziyyət görsənməsin. Ondan qabaq rahat ünsiyyətdə idilər. İstər-istəməz bu avtoritet prinsipi təsir edir. Biz onlara necə təsir edə bilərik? Məsələn, sən kiminləsə əməkdaşlıq edirsən, bilirsən ki, o səndən statusca yuxarıdır, öz sahəsinin ən yaxşısıdır və onun şirkətinin pulu daha çoxdur, sən onlara nəsə təklif etmək istəyirsən, amma sənin təcrübən, biliyin ola bilər ki, o qədər deyil də, yeni başlayırsan, yeni addımlar atırsan. Həmin insanlara təsir etməyə xüsusi bir yolları var? Əsas mən hesab edirəm ki, əgər kimisə bəxti gətiribsə və ondan daha güclü, daha bilikli insanla rastlaşırsa, çalışmalıdır ki, onun biliklərini ondan yaxşı mənada oğrasın, qavrasın və istifadə edə bilsin. Və mən hesab edirəm ki, məsəl üçün mən həmişə çalışıram ki, biliklərlə bölüşüm, həmişə çalışıram ki, maksimum paylaşım. Əgər görürəm ki, həmin insan açıqdırsa, mən dediyim informasiya, çalışıram ki, lazım olandan da çox heç görüşümüzə aid olmayan məsələdir, ola bilər və nəsə, yəni nəsə paylaşım öz fikrimdən. Mən düşünürəm ki, o formatda həmin insanlarla kommunikasiya qurmaq lazımdır. Tələbə olmaq lazımdır yanında. Bəli. Əslində tələbə olmaq çox gözəl bir şeydir. Mən məsəl üçün çox sevinirəm əgər görürəmsə ünsiyyətliyəm hansısa bir ağıllı adamla və çalışıram ki, maksimum vaxtdan səmərəli istifadə edeyim. Görüş, məqsəd hamısı qalır qıraqda. Başlayıram əsas fokuslanmağa ki, həmin insandan daha çox onun təcrübəsindən nəsə bəhrələnim. Tamamilə razıyam. Yəni bu insanın öz inkişafına birbaşa xidmət edir və səndən ağıllı insanla söhbət etmək doğrudan böyük bir şansdır. Amma həmin insana əgər söhbət biznesdən gedirsə, o bizi tələbə kimi görsə, nəsə satmaq alınacaqmı? Yəni güvənəcəkmi onun hər hansısa bir işi bizə həvalə etməyə? Əlbəttə, əgər insan ağıllıdırsa və siz ona xeyir gətirə biləcək bir xidmət və ya məhsul satırsınızsa, əksinə bu daha rahatdır. Çünki bir var ki, anlamayan bir insana nəsə satırsan, nəsə baş salırsan. Bir də var ki, ağıllı insandır, sən o iki cümlə deyən kimi o tam formatı başa düşür. Ona görə müxtəlif sahədən asılı olmayaraq ümumiyyətlə insan nə qədər ağıllıdırsa, nə qədər intellektual səviyyəsi yüksəkdirsə, onunla istənilən işləri görmək daha asandır. Əla. Və desən biri qaldı. Yox, ikisi qalıb. Yox, avtoriteti dedik, qaldı bizdə deməli defitsit. Bu ən çox istifadə olunandır mediada. Yəni daimi nəsə çıxır ekranda, axırıncı andır, gəlin, alın, qalmadı, biletlər satılıb, siz də gəlin, alın. Yəni bu defitsit hissi daimi dəyərin artırır həmən xidmətin və ya həmən məhsulun, həmən tədbirin. Ona görə deyirlər ki, tələsin və siz artıq fikirləşmirsiniz ki, bu sizə lazımdır yoxsa yox, başlayırsınız tələsməyə ki, birdən kimsə alar. Bunu çox realtorlar istifadə edir. Daimi nəsə ev almaq istəyirsiniz ya misal üçün ya maşın almaq istəyirsiniz. Nəsə deyirlər ki, başqa da müştəri var, gəlib almaq istəyir. Başlayırlar sizə təsir eləməyə ki, defitsit hissi yaratsınlar və siz tələsəsiz, sizə təzyiq göstərsinlər. Ya da ki, bilə-bilə nəyisə belə bir eksperimentlər var və kitabda o haqqda danışırlar ki, vitrinadır. Vitrinaya bir var ki, eyni məhsulu çoxlu qoyursan, bir var bir neçə dənə qoyursan. Bir neçə dənə olanda, yanında içində olmayanda daha dəyərli hesab olunur, nəinki sayı çox olanda. Ya da ki, televizordur, almaq istəyirsən, deyirlər, əminsiniz ki, almaq istəyirsiniz, gətirək anbardan axırıncısı da, baxın. Yəni, sonra ola bilər ki, olmasın. Siz də fikirləşəcəydiniz, amma artıq qorxursunuz ki, televizor alarlar. Deyirsiniz ki, yaxşı, mən onu almağa hazıram. Bir də rəqabət hissi, o da defitsit hissini artırır. Belə bir maraqlı hal haqqında danışırlar kitabda. Deməli, satır maşını bir insan, eyni zamanda iki müştərini eyni vaxtda çağırır. Və bir müştəri gələndə deyir ki, bağışlayın, digər müştəri var, indi qoy bir dənə o baxsın, siz bir dənə durun qıraqda gözləyin. Yəni qıraqda duran başlayır fikirləşməyə ki,
İndi alacaq maşını, qalacaq maşınsız, oturub təzyiq hissi altında. Maşına baxanda fikirləşir ki, indi maşını almayacağam, məndən sonra bir dənə müştəri var. Birdən gəlib o alır. Gözləyir. Və artıq istər-istəməz bu defitsit hissi həmin maşının dəyərini artırır. Yəni bu da bir alətdir, hansı ki biz daimi onun təsirində qalırıq. Amma bu bütün insanlara mı keçərlidir? Əgər siz bu prinsipi Necə bilirsinizsə, düzgün təyin etmək lazım ki, hansı adamla necə ünsiyyət, hansı metoddan istifadə etmək lazımdır? əgər siz bu prinsipləri bilirsinizsə, onlara müqavimət göstərmək daha asandır. Məsəl üçün daimi realtor deyir ki, tələsin başqa müştəri var, o almaq istəyir, deyirəm yaxşı gəlsin alsın. Yəni mən bilirəm ki, bu prinsipdən istifadə eləyir. İstərsiniz mənə təsir eləsə də, mən bilirəm ki, bu necə çalışır və çalışıram ki, müqavimət göstərim. Ona görə mütləq deyil ki, siz satış əməkdaşı olasınız ki, bu kitabı oxuyasınız. Yəni istənilən adam bunu oxuyanda artıq ona qarşı bu prinsiplər istifadə olunanda fərqi yoxdur. Reklam olsun, avtoritet nəsə söz desin, yəni artıq bunu həyatında istifadə edə biləcək. Yəni ola bilər ki, həkim deyəcək ki, sənin diaqnozun budur, onu şübhə altına götürüb bir də yoxlamağa cəhd eləyəcək. Yəni bu çox vacibdir. Eyni şey də hipnozda da var. Mən onu hipnozda da deyirəm. İnsanlar hansı ki bilir hipnoz prinsipi necə çalışır, onlar hipnoza qarşı müqavimət daha rahat göstərir. Əgər siz bilirsiniz ki, olur, bəlkə də eşitmisiniz də vaxtı ilə olub ki, küçədə nəsə çıqanlar yaxınlaşıb, adam axırıncı pulunu çıxardıb verib, sonra inanmayıb ki, mən buna necə axırıncı pulumu, sumkamı hamısını vermişəm, hipnoz altına qalıb. Amma bilməyib ki, bu hipnoz necə çalışır. Əgər onu oxusa, öyrənsə, ona müqavimət göstərmək daha asan olar. Çünki ilkin addımlardan görəcək ki, mənə təsir göstərmək istəyir. Siz özünüz hansı üsullardan istifadə edirsiniz? Biz çalışırıq ki, maksimum nəydən mümkündürsə istifadə edək. Yox, yəqin ki, əməkdaşlara qarşı fərqli, inandırmaq üçün fərqli üsullar olur. Bəzən başa düşürsünüz ki, kimsə işləmək istəmir və ya həvəsdən düşüb və ya istədiyi qədər indi pul verə bilmirəm. Olur da yəqin ki, belə situasiya. Məsələn, məhz əməkdaşlarla ünsiyyətdə hansı üsullar olur və ya partnyorluqda necə üsullar olur? Əməkdaşlarla mən hesab eləyirəm ki, ən yaxşı üsul ideya üsuludur. Və nəinki əslində biznesdə, yəni siyasətdə də, dövlətdə də, əgər ideya varsa, insanlar ac oturmağa belə hazırdılar ki, çünki ideya var. Yəni məsəl üçün Sovet İttifaqı qurulanda çox güclü ideya yaratmışdılar və insanlar ona inanırdı və heç bir çətinliyə baxmadan həmin ideyanın dalınca öz gələcəklərini tikirdilər. Ona görə ideya ən vacib amillərdən biridir. Belə gözəl bir kino var. Bilmirəm, baxmısınız ona значит Vendetta bilmirəm Azərbaycanda. Bəli. Yəni orada da ideya haqqında danışırlar. Yəni ideya olmalıdır ki, insanlar inansın gördüyü işə və ona ürəklə güc sərf eləsin və ondan başqa mənim yanaşmam elədir ki, əməkdaşlara həmişə kiçik qardaş, bacı kimi yanaşıram. Bir ailəyik. Bəli, bir ailəyik və doğrudan səmimi mən buna inanıram. Elə şirkətlər var ki, əməkdaş gəlib deyir ki, mənə başqa yerdən təklif gəlib. Mən çıxıb gedirəm, o adamdan küsürlər. Mənə qarşı belə vaxtı ilə mən bir şirkətdən gedəndə oranın müdiri məndən küsmüşdü ki, biz sənə o boyda etimad falan elədik. Mən misal üçün elə yanaşmıram. Mən hesab edirəm ki, yəni mən əgər o insana hörmətlə yanaşıramsa, mənə qarşı necə istəyərdim ki, yanaşsınlar, mən də eyni şəkildə yanaşıram. Deyirəm, əgər orada daha yaxşı təklif veriblərsə və mən onun əvəzində digər təklif verə bilmirəmsə, tam ürəkdən həmən adamı yola salıram, həmən şirkətə və onun yerinə sevinirəm. Və bu hiss mənə elə gəlir ki, bu yanaşma çox vacibdir. Tövsiyə edirəm ki, hamı öz biznesində də eyni formatda yanaşsın. Çünki biznes insandan asılı olmamalıdır. Yəni biz qarşılıqlı əməkdaşlıq edirik. Əməkdaş bizim üçün çalışır və biz əməkdaşa əvəzində nəsə veririk. Bu ədalətli şəkildə olmalıdır. Yəni əsas bu iki prinsipi həmişə mən üstün tuturam və mənim xoşuma gələn nədir? Mən çalışıram ki, həmişə yanımda o insanlar olsun ki, həmişə özlərini inkişaf etdirmək istəsin ki, mən onlarla nə-nəsə paylaşa bilim və görüm ki, onlar hər gün daha güclü olurlar, daha ağıllı olurlar, daha bacarıqlı olurlar və bir çox əməkdaşlar var ki, yaxşı təklif gəlməsinə baxmayaraq digər şirkətdən sırf bu məsələyə görə ki, nəyisə öyrənmək istəyirlər, nəyisə yaratmaq istəyirlər, şirkətdə bizimlə çalışmağa davam edirlər. Bəs belə insanları necə seçirsiniz? Yəni hansı testlərdən keçirəndən sonra başa düşürsüz ki, yox, bunun üçün ən vacibi inkişaf etməkdir və bu məndən qalacaq? Mənim bir neçə maraqlı belə prosedurlarım var da, belə deyim, intervyu zamanı. Mən əsas fokuslanıram insanın intellektual bacarığına.
AI-dan da istifadə edirəm, bu süni intellektdən. Adam əgər hansısa bir proqramdan istifadə eləyirsə, fərz eləyək ChatGPT, hələ deyirəm ki, olar ChatGPT ilə söhbət eləyək. Sual verirəm ki, o da yazır. Digər insanlarla müqayisədə bizim danışıqlardan irəli gələrək mənim intellektual səviyyəmi 100 ballıq şkala ilə ölç. O da nəsə bir rəqəm deyir. Artıq mən görürəm ki, intellektual səviyyəsi təxminən hansı səviyyədədir və öz verdiyim suallar və aldığım cavablarla müqayisə edirəm. Çünki beynimdə də bir rəqəm var 100 ballıq şkala ilə. Sonra əgər həmən pozisiya adam seçirəmsə, hansısa bir pozisiya, deyirəm ki, məni bu pozisiyaya seçmək istəyirlər. Mən bura nə qədər uyğunam? Həmən sualı veririk, o da deyir ki, bunları yaxşı bilirsən, bunu pis bilirsən, burada zəifsən və artıq mənim onu deməyə ehtiyac qalmır, həm də ki, özümü də yoxlayıram ki, mənim dediyimlə süni intellektin dediyi üst-üstə düşür, yoxsa yox. Çox maraqlıdır. Sadəcə siz necə qarşı tərəfi inandırırsınız ki, aç sən ChatGPT-ilə söhbət eləyək? Həmən adamın variantı yoxdur da. Ya o deyə bilər ki, mən istifadə eləmirəm və mən sualı verəndə o bilmir hansı məqsədlə deyirəm, ona görə deyir. Ondan sonra da yəni variantı qalmır edir. Yəni imtina da eləyə bilər, amma artıq onun marağındadır ki, real bacarığı, real potensialı haqqında mənə məlumat ötürsün. O da intervyuda bir satışdır. O gəlib özünü mənə satmalıdır. Ona görə məncə bu çox yaxşı üsuldur və ondan sonra tövsiyə edirəm həmən intervyuya gələn insanlara, ümumiyyətlə hamıya ki, bu üsuldan istifadə edərək həmən chatda özlərini inkişaf elətdirmək üçün düzgün suallar versinlər. Deyirəm ki, həmən chatı istifadə eləyin. Deyin ki, mən falan kəs olmaq istəyirəm. Həmən adam olmaq üçün mən nələr oxumalıyam, nələri öyrənməliyəm. Sizə siyahı çıxır. Gedin onu öyrənin, gəlin deyin ki, mən bunu oxudum, yoxla düzgün başa düşürəm, yoxsa yox. Bir də ondan sonra baxsın ki, hər dəfə inkişaf elədikcə intellektual səviyyəni daha yüksək göstərir, yoxsa yox. Yəni bizim vaxtımızda, biz cavan olanda belə bir alətlər yox idi. Yəni biz daima axtarırdıq ki, nəsə güclü bir kimsə, ağıllı adam olsun, biz ondan nəyisə öyrənək. İndi bizim telefonumuzda ən ağıllı, ən bacarıqlı, ən bilikli bir alət var. Ondan səmərəli istifadə etmək lazımdır. Vüqar müəllim, çox sağ olun gəldiyinizə görə. Mövzu ilə bağlı ola bilər ki, gələndə nəyisə planlamışdınız ki, bunu da danışacağam, amma mən soruşmadım, əlavə eləyə bilərsiniz. Kombinasiya haqqında demədim. Buyurun. Yəni bu prinsiplərin sonunda kombinasiya da etmək olar. Mütləq deyil ki, hərəsini ayrıca istifadə eləyəsiniz və adətən elə də olur. Sektorlara görə yəqin ki, yoxsa? Fərz eləyək ki, nəsə bir reklamdır, avtoritetli bir insan çıxır, avtoritet prinsipi gücə istifadə olunur. Deyir ki, nədənsə az qalıb, burada defisitdən istifadə eləyir. Deyir ki, insanlar hamısı bunu alır, yəni sosial sübutdan istifadə eləyir. Bütün bu prinsipləri eyni zamanda istifadə edərək də daha təsirli effekt almaq olur. Təşəkkür edirəm sizə bir daha gəldiyinizə görə. Bugünkü həmsöhbətim Yığım Ödəniş Xidmətləri şirkətinin direktoru Vüqar Cəfərov idi. Biz onunla birlikdə biznesdə və satışda təsir psixologiyası haqqında öncə ətraflı danışdıq. Və müzakirəmizi əvvəldən eşitmək sizdə alınmadısa, onda təklif edirəm ki, bugün axşam saat 8-də yenidən efirin təkrarını dinləyəsiniz. Amma hələlik isə sağollaşmırıq, növbəti saatda da qayıdacağam və orada da ekspertlərlə birlikdə çox yaxşı müzakirələrimiz olacaq.